Əhmədli deyil, şair, qəzəlxan, həm də meyxanaçı, Cəlilin qonağı yox. Hə, Cəlil, necəsən, nə var? Çox sağ ol, hər şey gözəldir Allah'ım. Bu gündən min şükür, hər gündən şükür Allah'ım. Siz necəsiz? Şükür Allah. Bir balaca özün haqqında məlumat verərdin, zəhmət olmasa. Özüm haqqında 1987-ci ildə Bakıda doğulmuşam. Bakıda yaşamışıq, biraz orta məktəbi Bakıda getmişəm. Ondan sonra köçmüşük, Moskvada yaşamışıq. Biraz orada oxumuşam, orta məktəbi. Özüm Göyçaylıyam əslən, Qarabaqqal kəndindənik. Cəmaət deyir ki, güya Namiq Qaraçuxullu ilə qohumluğun da var. Namiq, salamlayıram o Namiqi də. Buradan Namiq qohumluğumuz yoxdur, dostluğumuz var. Yəni neçə illərə söykənən dostluğumuz var. Elə Göyçayında bir fəxri olaraq onu tanıyırıq. Öz yurdumuz. Bəs öz qəzəlindən bir də misra, hansı misrana biz səni tanıyıb daxili aləmini bilə bilərik? Müsahibədə dediyim bir şeir var, onu cəmaət yəni görüb, tanıyıb belə biraz oradan. Bu xaraba qalmışda bircə dərd doyuncadır, yaxınlar da unudur, torpağa qoyuncadır. Kəfənə bürüyürlər, aça bilməyim deyə, bərk-bərk də bastırırlar, qaça bilməyim deyə. Ehsanımdan bir tikə yiyib çıxıb gedirlər, ölənlə ölmək olmur deyib çıxıb gedirlər. Sağ ol ki, sən də gəldin, biraz ağladın, getdin. Onsuz da qaradaşa qara bağladın, getdin. Qaynanan çox istəyir, inanmadın deyəndə. Gəldin üstünə çıxdın, torpaq məni yeyəndə. O kim idi? Gələn, hamının gözlədiyi, Ramiz deyir, Qayrənindir, həyatında bir qara paltarlı qadın ümidi var. Yəni o sümbir? Bəli, bəli. Digəlsində də çıxış eləmsən. Eləmişəm, bəli. İndi nöşün demirlər ki, təzə nəsil gəlsin. Qabağımızı kəsənlər var. İndi deyəcəklər, gələcəklər. Bilirlər ki, indi desələr çox gələcək, biraz çox gələcək. Yerləri dar olacaq, yeri çatmayacaq hamıya. Gəlsində, radioda gəlsində çempion olmuşam o vaxtı. Vasif Əzimov var, dostum salamlayıram. Bu gözəl istedadlı oğlandır. Avazı ilə maşallah bütün Azərbaycana tanınır. O idi finalda. Pərviz Sabirabadlı dostumuz. O idi, 3 nəfər idik. Allah Kərimə şəfa versin. Kərim qiymət verdi bizə finalda. Orada çempion oldum. Ondan sonra ATV-də Sözün var yarışması gedirdi. Orada iştirak elədim. 1-2 tur getdim. Ondan sonra SMS çatmadı. Belə bir şeylər oldu. İndiki meyxanada necə? Razısan? İndiki meyxanadan meyxana ümumiyyətlə yerindədir yəni. İndiki köhnə meyxana deyilən bir şey. Onun indi nümayəndələri var ki, indi yəqin onları nəzərdə tutursan sən də ki, yəni o insanlardan razıyam mı yoxsa yox. Etalon deməzdim. Yəni meyxana aləmində daha böyük sənətkarlar görmüşəm deyə mi yoxsa bilmirəm. Amma indiki meyxanaya etalon deməzdim mən. Neyə bilərik ki, meyxana inkişaf eləsin? Meyxana üçün biraz da çalışa bilərik. Özümüz üçün yox, meyxana üçün də çalışa bilərik. Öz qəzəllərindən. Qəzəl olsun da, yəni. Fərq, bəli. Bəhirdə, qəzəl bəhrində. Yağış var ki, yağar səhraya dərman eyləyər, dərman. Yağış var ki, bəladır, yaxsa leysan eyləyər, leysan. Külək var ki, əsər məlhəm kimi ən isti günlərdə. Külək var ki, bir anlıq qopsa tufan eyləyər, tufan. Günəş var ki, qarın altındakı gül can alar ondan. Günəş var ki, səni səhrada qurban eyləyər, qurban. Dəniz var ki, Musanı qoruyar qoynunda Firondan. Dəniz var ki, boğar Fironu üsyan eyləyər, üsyan. Adam var ki, onu görəcək qiyamət istəyər gəlsin. Adam var ki, onun eşqi ilə dövran eyləyər, dövran. Burada sınıqçı lazım deyil. Lazımdır. Qulaq səs orada soruşdu ki, bizdə yarışmadakı bəs burada bəhirdədir mi, bəs sınığı, hansı bəhirdədir? Dedim, bəhirin adı yadımda qalmayıb, yəni o momentdə biraz həyəcan falan müsiflərin qarşısında. Cəmaət dedim, sınığı yoxdur, deyir, sınıqçımız vardı. Onlar da biraz şeirə yaxındır deyə, qəzəli tam bilmirlər, yəni bəhirləri ilə, adları ilə. İndi bilirsən də hansı beytdə idi? Yox,
bilirik, əlbəttə ki, bilirik. Biz amma hissiyatla düşürük həmişə. Meyxana belədir ki, biz hissiyatla, heç vaxt bir çox meyxana deyənlər heç ümumiyyətlə oxuya bilməyən, məsəl üçün bizim ustadımız Mehman Əhməddir, salamlayıram onda. O, məsəl üçün heç kitab götürüb əlinə oxumaq nə səbri var, nə o imkanı var. Allah şəfasını versin, Allah kömək olsun. Yəni, amma onun o vaxtı o öyrədib bizə bəhərləri. Halbuki o sözü bəhər eşidə-eşidə, hiss eləyə, yəni belə düşmüşük biz bəhərə, əvəzinə. Sınıqçıya da ehtiyac olmayıb. Çox var. Bu Əhmədliyin də meyxana ocağı var. Bəli, böyük ocaq. Olub, yoxsa var? Ocaq olub, amma sönməyib hələ də. Sönməyib, davam eləyir. Nümayəndələri hələ də var. Yəni, o ocağı elə yandırmayıblar ki, vaxtı ilə sönsün. Şükür Allah'a, yox, var hələ də. Kimlər çıxıb bu ocaqdan? Kimlər? Akşin, Elşən, Fariz Bərdəli çempionu, Degəlsin çempionu, gözəl şairdir də. Vasif Əzimov, Fərhad var, Mehri Əliyevində məşğul deyil o sənətlə. Nə bilim, o köhnə dövrdən hamı Əhmədliyə gəlib, hamı Əhməddə sənəti ilə məşğul olub, meyxana deyilib. Amma sonradan qəbul eləyib, qəbul eləməyənlər var, ona görə onların da xətrinə dəyməmək üçün adlarını çəkmək istəmirəm. Bəlkə özü istəmir, demir. Amma Əhmədlinin ocağının quruluşu Mehmana, Şirzada, yəni bu ustadlara məxsusdur, Allah onlara can sağlığı versin. Şairlər şeiriyyatda həqiqət dalıca düşürlər də, həqiqət axtarırlar. Siz hansı həqiqəti kəşf elədiniz? Şairlər deməzdim həqiqət axtarışındadır. Çünki Allah Teala Quranda da deyir ki, şairlər uydurma danışarlar. Yəni bəziləri istisna olmaqla belə bir şey var. Şair ümumiyyətlə həqiqət yox, daha çox xəyal aləminə üstünlüyü verir. Çünki həqiqət onsuz da var, həqiqət hamı görür. Amma o görünməyən yerlərini tapıb, görünməyən fikirləri tapmaq, olmayan fikirləri tapmaq, o artıq xəyal gücünün biraz güclü olmalıdır. Biraz deyərdim, oxumuş olmalısan, biraz fəlsəfən olmalıdır. Mən o həqiqəti tapdım ki, yəni Azərbaycanda bir çox şairlər də onu tapıb, yəni İslam ölkələrində də, dünyada da Allah'a tapdıq, şükür Allah'a ki, yəni mən bu dəqiqə Allah'ı tanımayan şairi oxuya bilmirəm, məsələn. Mən o içimdən gəlmir onu oxumaq üçün, ümumiyyətlə. Bəs sizin tapdığınız Allah, Nəsiminin tapdığı Allahdır? Hamının tapdığı Allah birdir. Hərə bir adla çağırsa da, hərə bir. Amma eyni qüvvədir bizi yaradan. Nəsimi də yəqin ki, Allah rəhmət eləsin, o böyük şair olub. Yəqin ki, onun tapdığı Allah yol, həqiqi yoldur, düz yoldur. Çünki həm seyid olub, həm gözəl qəzəlxan olub. Allahımız birdir, şükür Allah'a. Ən azı Nəsimi ilə birdir. Şairlər həmişə həqiqəti deyir də. Siz hansı çatışmamazlığı görürsünüz bu həyatda? Həqiqəti demək biraz azalıb, onu düz qeyd elədim. Həqiqəti şairlərin ümumiyyətlə, tək şairlərin yox. Şairlərdə olub ki, başqa yöndə yazıblar, sevgidən, məhəbbət. Amma meyxana sırf onunla sevgi tapıb, onunla xalq içində yayılıb, sevilib ki, sırf tənqidlə məşğul olub həmişə. Sovet dönəmində necə ki, qadağalar qoyulub, amma dayanmadan sözünü deyib meyxana. İndi də istəyərdim ki, o halına daha yaxın olsun. Amma biraz elə bil ondan çıxmışıq. İnşallah ki, əsas kök var, yol var. Onu təbliğ edənlər, təmsil edən insanlar ora qayıdacaqlar bir gün, inanıram ki. Vüqar Biləcəli. Allah rəhmət eləsin.
dost olmuşsunuz. Bəli, bəli. Onun haqqında qəzəlimiz də var. Bəli, bəli. Ondan bir iki kuplet, misra. Vüqar Biləcəri, Allah rəhmət eləsin. Onunla birinci tanıdığım meyxanaçılardan olub. İncə sənətdə də bir dövrdə oxumuşuq. Eyni dövrdə. Onlar aktyor sənəti oxuyurdu, biz rejissor sənəti oxuyurdu. Onun istedadı şübhəsizdir. Mən deyərdim ki, yəni ona bənzər ikinci mən meyxanaçı görmürəm. Həqiqətən görmürəm. Sağ olanda fikirləşirdik ki, bəlkə kimsə indi gələr. Elə bir adam çıxar ki, bunu da vurar keçər, amma öləndən sonra gördük ki, gecdir artıq. Bu elədiyini eləyib, dediyini deyib. Allah rəhmət eləsin. Gözəl şair, qəzəlxan idi. Həqiqətən sözə o qədər bağlı bir insan idi ki, həm dostluğumuz, həm onun şairliyi, sənətkarlığı onun ölümündə mənə pis təsir elədi. Mən onun haqqında bir qəzəl yazdım. Ona məxsusi olaraq yazdığım qəzəli istədim bəhirdə olsun. O sırf Ruza qəzələ yaxın bir insan idi ona görə. Ondan onu səsləndirmək istədim. Həsrətin ağladır bizi, can evi parə-parədir. Bağrımızı dəlir deşir, gör necə yarə-yarədir. Şair əcəl gələn kimi rəngi qatır qarışdırır, ağ kəfəni geyənlərin çoxları bəxti qarədir. Dəfn olunub verilməyin torpağa tasua günü, yəqin ilahinin səni sevdiyinə işarədir. Əhl-i beyt məhəbbətin çox qəzəlində yazmısan. Allah onu verib sənə, yoxsa qələm nə karədir. Ölməyəcək şeirlərin, bizlər üçün adın sənin şeiriyyatın səmasına sönməyəcək sitarədir. Hadə ki canı qurtarıb, fayda deyil təsəllilər, dağ kimi bir oğul gedib yazıq ana biçarədir. Kəbleyinin ədaləti, haqqı demək cəsarəti, hamı deyirdi, hamı bir, amma o bir kənarədir. Bil ki, səni sevənlərin dərdi şeir qəzəl deyil, sənsən üzüntümüz bizim, həsrətimiz vüqarədir. Sənsən üzüntümüz bizim, həsrətimiz vüqarədir. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Qardaş, aşıq gördüyünü çalar. Bəs şair? Şair də yəqin gördüyünü yazar da. Amma aşıqla şairin fərqi odur ki, şair mənə elə gəlir, Allah rəhmət eləsin, böyük aşıqlarımız olub, yəni onlara filosof da deyirlər, hətta aşıq Ələsgərə, yəni onun söhbət ondan getmir. Amma şairlər daha mənə elə gəlir, dərin yazırlar, dərin yerlərə toxunurlar. Ona görə bizim bir dostumuz var, şairdir, rəssamdır özü. Şeiri elə yazır ki, elə bir şəkil çəkir məsəl üçün. Mən onu cavan oğlandır, adı elmində salamlayıram buradan. Şeirində yazır ki, ürəyinin cəsarətin ayaqlarını alqışlayır son dəfə. Özünü asan adamdan yazır. Deyir ki, ürəyinin cəsarətin ayaqlarını alqışlayır son dəfə. Özünü asan adamın ayaqları bir-birinə çırpınır. Yəni onu tapır, görür, o şairin gözəlliyidir, üstünlüyüdür hamısı. Rəssamlıq vacibdir şeirdə. Ki, onu bənzətsin sən. Bəli, bəli, görə biləsən, o dediyini görə biləsən. Yol görürük, rəngsiz, zadsızdır rənglər. Ağ sözünü qara qələm qara yazır, ağ qələm ağ. Axı bir söz eyni anda necə həm qaradır, həm ağ. Əgər günəş çıxmasaydı, hər tərəf qara olardı. Qaranlığın ortasında göy dəniz hara olardı. Günəş özü öz içindən kainata rəng dağıdır. Demək, rənglərin ölümü işığın olmamağıdır. Bütün rənglər itir gedir. Bir qara rəngdir ki, itmir. Gözlərini yumanda da gözünün önündən getmir. Bir də sudur, toxunduğu hər şeyin rəngini alır. Yaddan çıxmış bütün rənglər suların yadında qalır. Yaddan çıxmış bütün rənglər suların yadında qalır. Qardaş, Friedrich Nietzsche deyib ki, sevgi hədəf deyil ki, çatasan. Sevgi bir hissdir ki, gərək onu yaşayasan. Ne deyə bilərsən bu haqda? Demək, o deyir ki, hədəf deyil ki, çatasan, hissdir ki, yaşayasan. Əlbəttə ki, yaşamalısan o hissləri, amma məqsəd və hədəfə çatsan daha gözəl olur, o tamamlanır o məhəbbət. Çünki deyirlər, uzaqdan uzağa
məhəbbət yenə də qəlbində. Qəlbindən çıxartmalısan artıq. Əgər o sənin qismətin deyilsə, sənin taleyin deyilsə o insan, sənin qəlbindən çıxartmalısan. Qəlbində kiminsə sevgisini, kiminsə halalını deyinmək, yoxsa daşımaq artıq nə kişiyə, nə aşiqə, nə də ki insana yaraşır. Qardaş, bəs biz səni qeyri-adi şeirlərinlə tanımışıq. Qeyri-adi şeirindən bir dənə. Vallahi özümə adi gəlir. Çoxdur şeirlərində birinin tərsinə, hər şey tərsinə şeirim var onu deyəm. Bura haradır görəsən, hər şey tərsinə gedir. İnsanlar dala yeriyir, saat əksinə gedir. Yağışlar dəli olub, yerdən buluda yağır. Buna dəhşətdir, ya Rəbb, qəbirlər insan doğur. Günəş işıq verməkdənsə işığı yığır özünə. Gör uşaq necə ağlayır yanağından gözünə. Günlər geri üst tutub, bu gündən dünənə keçir. Şairlərin şeirləri vərəqdən qələmə köçür. Tövbə etmiş dindarlar qayıdır, günaha girir. Yaralı bədəndən çıxır, güllələr silaha girir. Belə şey ola bilərmi? Çaylar tərsinə axır, sular yenə qar olmaq üçün qayıdıb dağa çıxır. Boylandım ətrafa baxım, görün fikir verən varmı? Mən gördüyüm mənzərəni məndən başqa görən varmı? Sən demə fikir aparıb, gözüm mənə alladır. Oğlum pultla oynayır, kadrı dala fırladır.